Salam değerli izləyicilər, sizin üçün OTK-nın 10-cu sinif üçün keçirdiyi blok sınağının tarix fənninin sualları ilə tanış edək. Suallarımıza başlayaq. 31-ci suala qeyd edilir ki, 15-ci əsrin ilk 10 illiyində Şirvanşahlar dövləti Dərbəndilər sülaləsi tərəfindən idarə olmağa başladıq. 2382-ci illər olduğuna görə 14-cü əsrin ikinci yarısına düşür. Teymurun Osmanlı dövlətinə qarşı müharibəsində iştirak etmişdir. Bəli, məsələn, Ankara döyüşündə Teymurla biri Osmanlı dövlətinə qarşı vuruşmuşdu. Doğru cavabımız ona görə də B variantı olur. 32-ci sualda Frank dövləti və Xəzər xaqanlığının ortaq cəhətini müəyyən edin. Roma imperiyası ilə diplomatik əlaqələrin qurulması. Roma 395-ci illərə qədər mövcud olub. Onda Frank dövlətində də Xəzər xaqanlığı mövcud deyildi. Eyni əsrdə süqut etməsi də aydın olmaz. Çünki Xəzər xaqanlığı 965-ci ilə, Frank dövləti 843-də parçalanıb. Ərəb dövləti ilə müharibə aparmaları bəli düzdür. Ərəb-Xəzər müharibələri Franklarla da Fatih döyüşü müharibələri arasında. Ona görə də C uyğun cavab olur. 33-cü sualda Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhəti müəyyən edin. Roma ilə diplomatik əlaqələrin saxlanılması. Bəli, hər ikisi Roma ilə diplomatik əlaqələr saxlayıb. Elə doğru cavabımız A variantıdır. Digər variantlara baxsaq, yerli hökmdarların adından pullar kəsilməsi yanlışdır. Məsələn, bu Albaniyada Makedon İskəndərinin adına oxşar pullar, Atropatena Makedon İskəndərinin adına pullardan istifadə olunub. Parfiya dövləti ilə müttəfiq olması Atropatena və Albaniya dövlətinə aid ortaq cəhət. Parfiya ilə deyək ki, tam müttəfiq Atropatenanı götürmək olar. Makedon İskəndərə qarşı Makedon İskəndərinin hücumu zamanı heç bu dövlətlər mövcud değildi. Selevkilər dövlət tərəfindən tabe edilən Atropatena olmuşdur. 34-cü sualda cədvəldə hansı hadisələrin nömrələrinin yerini dəyişdikdə düzgün xronoloji ardıcıllıq müəyyən edilər. İsmaillidə Cavanşir qalasının inşa edilməsi 3-7-ci əsrlərə aiddir. Əlincə qalası 9-cu əsrə aiddir. Göyün məscidi Təbrizdə 1465, Marağa 1259-cu ildən 71-ci ilə qədər. Gülüstan qalası isə deməli 12-ci əsrdə inşa olunduğuna görə 3 ilə 5-in yerini dəyişsək düzgün xronoloji ardıcıllıq alınar. Yəni burada da A variantı uyğundur. 34-cü sualda növbəti 34-ə baxdıq və 35-ci suala baxırıq. Uyğunluq pozulmuşdur. İlk dünya səyahəti dünya səyahətinin baş verməsi Portuqaliya. Bu səhvdir, bunu düz götürəcəyik. Qalxan pulu tətbiq olunub İngiltərədə düzdür. Biz bunu yanlış götürəcəyik. Granada əmirliyinin işğalı İspaniyaya aiddir. Bəli, 1492-ci ilə İspaniyaya aiddir. Aid olduğuna görə yanlış götürəcəyik. Anglikan kilsəsi İngiltərədə yaranıb. Burada Fransa göstərilib. Deməli, bu yanlışdır. Doğru götürəcəyik. Augsburg sazişi imzalanmışdı. Almaniya düzdür. Bir yanlış götürəcəyik. Deməli, 1 ilə 4 uyğun cavabımız A variantı olur. 36-cı sualda mətndə haqqında bəhs olunan Səfəvi hökmdarını müəyyən edin. Səfəvi və Osmanlı müharibələrinin başa çatılması ilə Azərbaycanda sakitlik yarandı. Təsərrüfat həyatı dirçəlməyə başladı. Səfəvi dövlətinin sosial-iqtisadi inkişafını təmin etmək üçün mühüm tədbirlər həyata keçirdi. Şah taxta çıxandan sonra rəiyyət və sənətkarların dövlət xəzinəsi olan bütün borclarını ləğv elədi. Təbii ki, adında çəkdiyimiz hökmdar 2-ci Abbasdır. Burada da D variantı uyğundur 36-cı sualda və 37-ci sualda baxaq. 1175-ci ildə Şəmsəddin Eldəniz və xanım Möminə xatunun ölüm xəbərini alan böyük oğlu Məhəmmədcan Pəhləvan Naxçıvana gələrək ordu xəzinəyə taxtaca sahib çıxdı. Məhəmmədcan Pəhləvan paytaxt Həmədana köçürdü. Daha sonra deməli hansı ərazini Ağsunqurlərdən aldı? Deməli Təbrizi Ağsunqurlərdən aldı və Azərbaycanın Aran idarəçisi qardaşı Qızıl Arslana tapşırdı. Qızıl Arslanın iqamətgahı olub bu şəhərdə yerləşir. Təbii ki, Təbriz ərazisindədir. Təbrizdə bir rəqəm göstərmiş ərazidədir. Burada da C uyğun cavab olur. 38-ci sualda Sacı və Salari dövlətindən fərqli olaraq Şəddadilər dövləti bütün Azərbaycanı əhatə edirdi. Bu Sacı və Salariyə aiddir. Səlcuq dövləti ilə müqavilə imzalamışdılar. Sacı və Salari Səlcuq dövləti müqavilə imzalamışdılar. Şirvanşahlar dövlətinə salmışdılar. Deməli, Ərəb xilafətinin zəiflənməsində hamısı yaranıb. Şirvanşahlar dövlətinə asılı alan Sacı və Salarilərdir.
Burada deyir ki, şəddadilər fərqli olsun. Paytaxtı Ərdəbildən Təbrizə köçürmüşdülər. Bu da şəddadilərə aidliyi yoxdur. Bütün Azərbaycan torpaqlarını əhatə etmirdi. Doğru cavabımız B variantıdır. Səlcuq dövləti ilə müqavilə imzalanmışdı 38 və növbəti 39-cu suala baxırıq. Qədim Çində Xan sülaləsinin hakimiyyət dövrünə aiddir. Vuruşan padşahlıqlar dövrü 4-3-cü əsrlərə aiddir. Bu Çindən də əvvəl olub. Çini ilk dəfə Çin sülaləsi birləşdirib. Çin səddini inşa etməsi Çin sülaləsinin dövrünədir. Dəmir emalı eradan əvvəl 6-cı əsrə aid olduğuna görə doğru cavabımız A variantıdır. 40-cı sualda Azərbaycanın 7-9-cu əsr tarixi üçün sərcəvidir. Albaniyanın yeni sülalə tərəfindən idarə edilməyə başlanması, bəli, bu Mehranilər sülaləsidir. Bir doğrudur. Şərti torpaq sahibliyi mövcud olub, bəli, məsələn, İqta və yaxud Xostak adlanan torpaq sahibliyi var idi. 2 də var, elə burada 1 ilə 2, yəni Y uyğun cavab olur. Şakirlər sülaləsinin hakimiyyətdən son qolub 3-cü Mömin Vaçaqandan 510-cu ildə 6-cı əsr eləyir. 4 uyğun olmaz. Məzdəkilər hərəkatı 481-ci ildə baş verdiyinə görə bu 5-ci əsrə aid deyil. Deməli, 1 ilə 2 uyğundur. 41-ci sualda İstanbul müqaviləsinə aiddir. Bu 1724-cü ildə İstanbul müqaviləsindən söhbət gedir. Səfəvi dövləti ilə Osmanlı arasında imzalanmışdı. Xeyr, Rusiya ilə Osmanlı arasında idi. Rusiyanın Xəzəryanı vilayəti tamamilə tərk etməsi xeyr, əslində Xəzəryanı bölgələrdə qalırdı. Bunun əksi idi. Köydən cənubdakı Xəzəryanı torpaqlarının Səfəvilərə qaytarılması Rəşd müqaviləsinə əsasən idi. Araz çayı Osmanlılarla sərhəd xəttinə çevirməsi Kirmanşah müqaviləsinə əsasındır. Burada Y variantı idi. Azərbaycanın böyük bir hissəsinin Osmanlılara verilməsi. 42-ci sualda 4-cü Səlib yürüşünə aiddir. Bu təxminən 1202 və 1204-cü illərdə baş verib. Təxminən bu aralıqda aid olması lazımdır. Konstantinopol şəhərinin dağıntılara məruz qalması uyğundur, elə A uyğundur. Xristian kilsəsinin parçalanması 1054-dədir, bu düşmür. Səlcuq İmperiyası tərəfindən məğlub edilməsi də 1096-da. Qüds şəhərinin müsəlmanlar tərəfindən geri alınması Təbəriyyə döyüşündə. Bizansın xəstələrə yardım getməməsi uğursuzluğa nəticələnməsi yanlışdır. Belə burada A variantı uyğundur. 42-ci sualda və 43-cü suala baxaq. Qənib Romanın eradan əvvəl 5-ci əsr tarixinə aiddir. İşğalçı müharibələrin başlanması. Xeyr, A-da işğalçı müharibələr başlanmayıb. Aqrar qanunlar verilməyib. Yanlışdır. Respublika dövrü 509, yəni 6-cı əsrin sonlarından başlayıb. 12 lövhə qanunlarıdır 5-ci əsrin ortalarında. Ona görə də burada D uyğun cavab olur. 44-cü sualda Euler-Venn diaqramına əsasən uyğunluğunu müəyyən edin. 16-cı əsrin ikinci yarısı və 17-ci əsrin ikinci yarısı. Dövlətin inzibati cəhətdən bəylərbəyə bölünməsi A ortaq cəhətdir. Tamğa vergisinin mövcud olması, tamğa vergisi 16-cı əsrin ikinci yarısına qədər 1565-də ləğv olunduğuna görə B 1-ə düşəcək. Dövlətin paytaxt köçürməsi də deməli ortaq cəhətdir. Yox, daha doğrusu deməli paytaxt 16-cı əsrin ikinci yarısında köçürülüb. Deməli burada paytaxtı köçüb Qəzvinə 1-ci Təhmasib 1555, bir də 98-də köçürülüb. Hər ikisi 16-cı əsrə aiddir. Deməli B, C 1-ə getməlidir. Şah II Abbas tərəfindən idarə olunması 17-ci əsrin 1-ci yarısına deməli düşür. 1642-66 götürüldüyünə görə D 17-ci əsrin 1-ci yarısına düşür. Sufyan döyüşünün baş verməsi də 1605 o 2-ci Sufyan döyüşünü götürmək olar. Burada da Y uyğun gəldi. Deməli 1-də oldu BC, 2-də DY, 1-də BC, 2-də DY, 3-də A doğru cavab olur. Sufyan döyüşünün baş verməsi. Sufyan döyüşü əslində bu Y-də götürdüyümüz ortaq da ola bilər. Məsələn 1585-1605 ikisində də Sufyan döyüşü baş verir. Bu yeni biz ikincisinə götürdük. Əslində bu Y ikincisində deyil, bu ortaqda olmalıdır. Y bəndi 1-ə getməlidir. Deməli 1-də BC olmalıdır. 2-də D olmalıdır. 3-də A-Y. Doğru cavabımız D variantında göstərilib. 45-ci sualda
Ərəb dövləti və Əməvilər Abbasilər xilafəti dövründən fərqli olaraq ilk xəlifələr dövründə, Əməvi Abbasi xəlifələrinin dövründən fərqli olaraq ki, Xəzərlərlə mübarizə hər ikisinin dövründədir. 8-ci əsrin sonlarına qədər mübarizə gedib. Albaniya dövləti ilə diplomatik münasibətlər Əməvilər Abbasi dövrlərindən fərqli olaraq ilk xəlifələr dövründə. Diplomatik 606 deməli diplomatik münasibətlərin saxlanılması bu əslində Əməvilərin dövründə mövcud idi. Sasanilər dövləti süquta uğramışdır. Bəli. Doğru cavabımız C variantıdır. 661-ci ildə 4 xəlifələr dövründə idi. Sasanilər dövləti 651-ci ildə süquta uğradığına görə 4 deməli xəlifələr dövrünə düşür. Cəbərli Tariq boğazını keçərək Avropaya yürüş etmişdi. Bu Əməvilərə aiddir. Biz 4 xəlifələr dövrünə olan, 2 xəlifələr dövrünə aid olan hadisələri bilirik. Frank dövləti müharibə Poitiers, bu da Əməvilərin dövrünə düşür. Doğru cavabımız C variantıdır 45-də və növbəti 46-cı suala baxırıq. Azərbaycanın 18-ci əsrin son rübü tarixinə aiddir. Təxminən biz 1876, daha doğrusu 1776 və 1800-ə qədər olan tarixi götürəcəyik. Bunu götürürük təxminən 76 olsun. 776 və 1800 aralığında olan adını götürəcəyik. Rusiya imperiyasının hücumuna məruz qalmışdı. 18-ci əsrin sonu bu dəfə Rusiyanın hücumuna məruz qalmayıb. Səfəvi Osmanlı müharibələrinin davam etməyib bu dövrdə. Deməli 1776 düşür də, daha doğrusu Rusiya imperiyasının hücumuna məruz qalması düşür də, yəni A-sinə düşür. 1721-dən imperiya adlanır. A uyğundur. Səfəvi Osmanlı müharibələri olmayıb. Kapitalist istehsal münasibətləri mövcud olması da düşməz. 19-cu əsrdən başlayır. Əfşarlar imperiyasının tərkibinə qatılması 1736-dır. İlk müstəqil Azərbaycan xanlığı 1743-dür. Bunlar düşmür. Bu aralıqda Rusiya imperiyasının hücumuna məruz qalması, yəni A variantı düşür. 47-ci suala baxaq. Daş dövrünə aid siklopik qalaların inşa olunması son Tunca aiddir. Xış əkinçiliyinin yaranması erkən Tunca aiddir. İlk sənətkarlıq şəhərlərinin yaranması Orta Tunc, boyalı qalalar Orta Tunc, sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Bir dəqiqə. Yenidən baxaq. Xış əkinçiliyinin yaranması, sənətkarlıq sahələrinin yaranması. Burada baxırıq. İlk sənətkarlıq sahələrinin yaranması Neolit dövründə başladığına görə, digərləri isə Tunc, məsələn erkən Tunc, Orta Tunc və son Tunc dövrlərinə aid olduğuna görə C uyğundur. 48-ci sualda uyğunluğu müəyyən edin. Teymurlər dövlətinin hökmdarları Əmir Teymur və Şahruxa aid olan xüsusiyyətləri yazaq. Qaraqoyun dövlətinin asıllarına salınması. Bu Əmir Teymurun 1405-ci ildə vəfat edib. Qaraqoyunun 1410-da yarandığına görə A uyğun deyil. Qızıl Ordu dövlətinin məğlub etməsi var idi 1395. Əlincə qalasının fəth edilməsi var idi. Deməli, bir də nə olmalıdır? B, C olmalıdır bir də. 2-də də olacaq. Osmanlı və Qızıl Ordu dövləti normal münasibətlərin qurulması, Qaraqoyun Herat müqaviləsinin imzalanması. Bir dəqiqə. A, C daha doğrusu. Dövlətin qüdrətinin yenidən canlanması olar. Herat müqaviləsi Əbu Səidin dövrünə də düşməz. B ilə C olar. Bir də burada Qızıl Ordu dövləti normal münasibətlərin qurulması. Deməli, burada Y uyğun cavab olur. 49-cu sualda Sədrud, Əsəd, Alaşkert göstərilən döyüşləri aiddir. Teymurlərə döyüşlər aiddir. Deməli, Sədrud Teymurlərə aid olar. Əsəd Cəlalirlərə aiddir. Qaraqoyunlar da var da burada. Qaraqoyunlar da var. Şirvanşahlar da var. Göstərilən aiddir. Burada nə kimi cavablar var? Göstərilən döyüşlər aiddir. Teymurlərə, Cəlalirlərə, Qaraqoyunlara, Osmanlılara, Şirvanşahlara. Hər üçünə aiddirsə Alaşkert, Əsəd.
Bax, bunların hər üçündə Qaraqoyunlar iştirak ediblər. Ona görə də, məsələn, Sədr döyüşündə Qaraqoyunlar iştirak edib, Əsəddə də Cəlalirlərlə, Alaşkətdə Teymurlərlə mübarizə aparıblar. Ona görə də burada 49-ca C uyğun cavabdır. Və növbəti, deməli 50-ci suala baxaq. 50-ci sualda uyğunluğu müəyyən edin. Rus qoşunları məğlub olmuşdur. Qacarlar qoşunları məğlub olmuşdur. Rus qoşunları Qarababada məğlub olub. Qanıq çayı çölünə döyüşündə qələbə qazanıb. Sultan Budda məğlub olub, daha doğrusu deyir. Qarababada məğlub olub. Sultan Budda məğlub olub. Qanıqda qələbə qazanıb. Deməli, bir də olur AC. 2-də Qacarlar qoşunları məğlub olub. Cavanbulaqda Qacarlar məğlub olub da. Deməli, 2-də A-dır. Aslandüzdə qələbə qazanıb Rus qoşunları. Qacarlar məğlub olub. Bir dəqiqə. Qacarlar qoşunları 1-ci Rus-Qacar müharibəsinə aid deyir. 1-ci Rus-Qacar müharibəsinə aid. Qarababa və Sultanbud döyüşlərində Rus qoşunları məğlub olub. Düzdür bu. Məsələn, hər ikisinə məğlub olub. Qacar qoşunları məğlub olub. Bu Cavanbulaq 2-ci Rus-Qacar müharibəsinə aid olduğuna götürmürük. Aslandüzdə idi. Bayat savaşı ona aid deyil. Bir də B olmalıdır. AC və B. Doğru cavabımız A variantında göstərilib. 51-ci sualda Salari hökmdarı Mərzban Məmməd və Ağqoyunlu hökmdarı Uzun Həsənin fəaliyyətinə aid ümumi cəhət öz dövlətlərinin qüdrətli hökmdarları olmaları, Şərqi Gürcüstanın tabe etmələri, Azərbaycan ərazisini vahid dövlətə birləşdirmələri. Vahid dövlətdə Salarilər birləşdirib. Ən qüdrətli hökmdarları da tam fəaliyyətlərə ümumi cəhət deyil deyir. Qüdrətli bir dövlət Şərqi Gürcüstanı tabe ediblər, qanunnamə veriblər. Bir dəqiqə, yenidən baxaq. Yeni dövlət hər ikisi yeni dövlət yaradıblar. Salari Mərzban Məhəmməd. Qanunnamə qəbul ediblər, Gürcüstana da hücum ediblər. Azərbaycan vahid halda öz qüdrətli dövlət hökmdarları olması da doğrudur. Burada B uyğun deyil. Vahid dövlətdə Mərzban Məhəmməd birləşdirsə də Uzun Həsənə aid deyil. Burada B uyğundur. 52-ci sual Manna dövlətinin mövcudluğu dövrünə aiddir. Burada götürürük 9-cu əsrdən, eradan əvvəl. Deməli, 9-dan 590-cı ilə qədər olan tarixi yadımıza saxlayaq. Kutilərin Haqqa dövlətinin varlığının son qüvvəsi 22-ci əsr, İskit padşahlığının yaranması 7-ci əsr. Deməli, elə B uyğun cavab B düşür bu əraziyə 53-də. Və növbəti gəlir, deməli, 53-ə baxdıq və deməli, 54-cü suala baxaq. Daha doğrusu 52-yə baxmışdıq. Burada 51 və 52-yə baxdıq və 53-cü suala baxırıq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. 30 illik müharibə Avropada dini müharibələrin başa çatması. Rekonkista hərəkatı protestanların dini azadlığın rəsmən tanınması. Xeyr, bu Rekonkista'da deyil, müsəlmanların qırğınlığı idi. Alman erkənli müharibəsi federal qaydaları daha da sərtləşməsi doğrudur. 100 illik müharibə İngiltərədə Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi. 100 illik müharibə nəticəsində Tudorlar hakimiyyətə gəlməyib, yanlışdır. Deməli, 2 ilə 4 yanlışdırsa, burada 1, 3 doğru olar, təbii ki. Uyğun variantı müəyyən Səfəvilər Ankara döyüşü Osmanlı. Ankara döyüşü Teymurlərlə Osmanlılar arasında olur, 1 yanlışdır. Qəznəvi Dəndənəkan Səlcuq doğrudur, 2 var. Ərəb Fatih Xəzərlərlə olmuyor. Ərəblə Franklar arasındadır, bu da səhvdir. Fransalı ilə İngiltərə Azinkurdur, doğrudur. Ərəblər Sasani Bələncər. Xeyr, Bələncər ərəblər Xəzərlər arasında olduğuna görə yanlışdır. Burada 2 ilə 4 uyğun gəldi. 55-ci sualda əraziləri xəritədə fərqlənmiş xanlıqların ümumi cəhəti müəyyən edin. Burada baxırıq, Naxçıvan və İrəvan xanlıqları göstərilib. Əfşər tayfası tərəfindən idarə olunması bu oxşar deyil, bu İrəvan xanlığına aiddir. Şəki xanlığına qarşı ittifaqda iştirak etmələri doğrudur. Qızılqayada iştirak eləmişdilər. Quba xanlığının birləşdirilməsi, bu iki xanlıq da Quba xanlığa birləşdirilməyib, yanlışdır. 3 yanlışdır. 2 hakimiyyəti mövcud olması, bunlarda heç biri 2 hakimiyyəti mövcud olunub. Çuxursadə Bəyləbərinin arasında məskun yaranması düzdür. Deməli, 2 ilə 5 uyğun gəldi 55-də. Və 56-cı sual xronoloji ardıcığı müəyyən edin.
Qutluq xanın Çin əsarətinə çıxması 682. Kürşad oldu 639. Qərbi Roma İmperiyasının süqutu 476. Ərəb zülmünə qarşı Xürrəmlər hərəkatı idək 778-dən götürsək, deməli ardıcıllıq olur. Deməli 3 2 1 4. Deməli olacaq 3 2 1 və 4 olur. 57-ci sualda Osmanlı dövləti Bolqarıstanın fəthini başa çatdıran İldırım Bəyaziddir. 1 2 3 yazaq. Bolqarıstanın fəthini başa çatdırıb İldırım Bəyazid. Bir də oldu Y. Misir Məmlük Sultanının süqutu 1-ci Səlimə aiddir. A bəndə gedəcək 1-ə. Arqonilərlə sülh müqaviləsi bağlayıb 2-ci Mehmet. C. Arqonilərlə sülh müqaviləsi imzalayıb. Deməli 1-də Y, 2-də A, 3-də C uyğun cavab olar.